Məsələn, sən mən pul veririk sığortamıza, düzdürmü? Bizə indi bir Allah heç kimə göstərməsin. Hə, bir bildim, amma özəllərə göndərsə gecə 3-4 də olmaz axı. Hansı özəllik gecə 3-də tıxac olur? 100 xəstə var və hərəsi 1 saat yarım MRT olur. Vallah, billah, özəl xəstəxanalar Bakıda nə qədər istəyirsən var. Yönəltsələr... Hər birində MRT yoxdur. Çoxunda var. Mən bir neçəsini çəkərəm buradan, sadəcə reklam olar. Gün ərzində 10 nəfər, yaxşı 10 nəfər, amma gör nə qədər xəstə var. Gecə 4-də, onkoloji xəstəni, məsələn deyirəm, mən ağrını deyirəm. Necə yönəldə bilərsiniz? Növbəsiz, onları uşağı dur, mən necə bir onkoloji xəstə var, tanıdığım adam 2 ay əvvəl saat 5-də keçir. Ağır xəstələrin növbəsiz mən faktla deyirəm, tanıdığım onkoloji xəstə var, gecə 5-də o adam qadın xeylağını, oğlu, anasını yuxudan durğuzdu, heç yata da bilmirdi yazıq qadın, apardı MRT-yə. Onun üçün müraciət eləmək lazımdır. Yazıb doğru ki, bu adam onkologiyadan yoxlanacaq. Allah heç kəsə göstərməsin, bəli, sən də olmursan, mən də, çünki artıq bəli şübhələr və böyük ehtiyac olanda, ona görə də görək, niyə növbələr olur və bu 3-də 4-də növbədə dayanmaq nə dərəcədə kömək eləyə bilər?